Sizi Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə Linguverse jurnalı dil və elm sərhədlərini aşan tədqiqatları təqdim edilməsi üçün mühüm platforma olmaq niyyətindədir. Linguverse jurnalının missiyası çoxdilli elmi diskursun təşviqi və beynəlxalq tədqiqat inteqrasiyasıdır. Ort hissəsindən mən istəyirəm ki, bəzi gizli məlumatları sizinlə bölüşüm. Hələ burada adı görünür və jurnalın websayt hissəsində bugün hissədə biz jurnalın hansı platformalara inteqrasiya olunduğunu görə bilirik. Bu deməkdir ki, indi və gələcəkdə jurnal müxtəlif metrik bazalar tərəfindən rahatlıqla ölçülə biləcək və təbii ki, jurnalın daxilində olan məqalələr də həmin o metriklər vasitəsilə inteqrasiya olunmuş demək indekslənmə bazaları vasitəsilə sitat potensialını qaldıra biləcəklər. Baxın, diqqət yetirirsinizsə əgər bu gördüyünüz kliklər, hər birinin qarşısında da adları var. Bunların hər biri, yəqin ki, sizə tanış adlardır. Hər biri jurnalın web saytının artıq o bazalara inteqrasiya olunduğunu göstərir. Onun beynəlxalq tanınmasının başlanğıcıdır. Məsələn, Avropada elmi nəşrlərin 98%, ABŞ və Kanadada isə 99% ISSN koduna malikdir. Bu, onların elmi dövrəyə daxil olmasının və beynəlxalq bazalarda tanınmasının ilkin şərtidir. DOI isə Digital Object Identifier, yəni rəqəmsal obyekt identifikatoru sistemi isə 90-cı illərin sonlarında tətbiq olunmağa başlayıb və hazırda bütün dünyada rəqəmsal elmi nəşrlərin əsas identifikatorudur. DOI yalnız məqaləyə sabit bir link vermir, o həm də məlumatın davamlılığını, etibarlılığını, əlçatanlığını və istinadların izlənməsini təmin edir. Məsələn, Crossref qeyd olunduğu kimi, DataCite kimi beynəlxalq təşkilatlar hər il minlərlə, hətta milyonlarla DOI qeydə alır. Beləliklə, elmi məqalə, kitab və hesabat DOI aldısa, o artıq sadəcə bir fayl deyil, artıq rəsmi elmi vahiddir. Əlbəttə, bütün bu mexanizmlərin arxasında müəllif hüquqlarının qorunması və elmi şəffaflığın artırılması məqsəd dayanır. Müasir elmi mühitdə məlumatın mənbəyi, müəllifliyi və orijinallığı getdikcə daha çox əhəmiyyət kəsb edir. ISSN və DOI sistemləri həm plagiatla mübarizədə, həm də akademik dürüstlüyün qorunmasında mühüm rol oynayır. Elm yalnız bilik deyil, həm də etimad sistemidir. Bu etimadı yaradan isə məhz bu cür identifikasiya mexanizmləridir. Ölkəmizdə də bu istiqamətdə vacib addımlar atılır. Əqli Mülkiyyət Agentliyi və onun nəzdindəki hüquqların təminatı, yəni Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi tərəfindən də son illərdə elmi və intellektual mülkiyyətin rəqəmsallaşması sayəsində bir sıra layihələr nəzərdə tutulur. Bizim məqsədimiz təkcə hüquqi qoruma deyil, həm də elmi əsərlərin beynəlxalq sistemlərə inteqrasiyası üçün infrastruktur dəstəyi yaratmaqdır. Bunun üçün bir beynəlxalq və milli ISSN mərkəzləri və DOI qeydiyyat təşkilatları ilə əməkdaşlıq edirik. Yerli jurnallara metodoloji və texniki məsləhətlər təqdim edir. Eyni zamanda bu sistemlərin tətbiqi yalnız texniki məsələ kimi deyil, elmi mədəniyyətin formalaşması kimi qəbul edilməlidir. Çünki identifikator təkcə kod deyil, etibarlılıq göstəricisidir. So there are certain sections in the abstract as well, but this is not the part of this discussion. Here I'm just writing how your team management, or you can say teamwork, going to give you the best research in a multidisciplinary and dynamic environment. Now, the second point that I would like to focus on, writing ethics, academic writing ethics, because now we are in the era of artificial intelligence. Writing the research article, getting the ideas, it is very easy, but we need to be ethical in terms of writing the original research. We have to be very careful. I mean, while using the references, we must cite them in proper citation, whether we are using APA,
IEEE or Harvard style of citation. So these varies from journal to journal, but I am sure that the Thingiverse is using the IEEE formatting. So everybody must format your article, and your research must be a very clear research. It should not be copied from any. Təkcə texnologiya deyil, həm də elmi düşüncə tərzində dəyişiklik deməkdir. Dilə statik sistem kimi deyil, canlı, sosial, dinamik bir fenomen kimi yanaşmaqdadır. Dil tədrisində və tədris sahəsində innovativ yanaşmalar. Üçüncü istiqamət məhz tədris prosesinə, təlim prosesinə və yaxud da ki, hər hansı bir dilin və yaxud da ki, elmin tədrisi ilə bağlı olan proseslə bağlıdır. Speakers and Mehriban Khanım, I've changed many things in my mind, so I may make it a little bit different. My background, my own background is physics and mathematics. I'm not the linguistics person, but it turned out that I lived in different countries. I worked in different countries, and English is my fifth language. So I'm a student. I see they can get any paper, any article with one click, but still they don't have time. And at the beginning, I kind of complained. I said, how come that I was spending 1 week to get one article, now you can get it in 1 second, but still you don't have time. And they said, Professor, there are so many journals that it's not very easy you don't know which one is right, which one is wrong. So that's our times, the problem is a little bit different, but what leads us to a journal, again, its rating and its reputation. So that's to disregard all those maybe not very interesting journals, but it also has its disadvantages. Unfortunately, sometimes I've seen that in my experience. Sometimes it looks like, oh, this journal is not very well known. You don't know even who published that, and you can find right information specifically in that journal, although it doesn't have very high rating and whatever. So, and it happens very often for journals published in small countries. I mean, with all my respect, and I don't want to make this good country, bad country, but just in general. First of all, when we make search, we go to the American journals or European journals, but sometimes you can find a good article in not very high rating journal. However, there is no choice. You have to increase the rating of your journal. And how to kind of increase the rating of journal. Kanalınızın uzun ömürlü və uğurlu olmasını arzu edirəm. Bütün redaksiya heyətini, xüsusilə Nərminə xanımı təbrik edirəm. Çox sevincliyəm, həqiqətən. Təbrik edirəm və bugün mən Arzu müəllimi salamlayıram. Çox xoş oldu, onu tanıdım. Arzu Sərdarlı, mən Fizika İnstitutundan dosentiyəm. Salam Zeynəbə. Həqiqətən çox xoş oldu. Çox təşəkkür edirəm hər birinizə. Olan qonaqlarımıza, Doktor İrfan Əliyə, Arzu müəllimə dərin minnətdarlığımızı bildiririk. Bizi çox şad elədilər. Ürəyimiz sevindi, gözlərimiz sevindi. İnanın, zəfərimizə, bayramımıza bayram qatdınız iştirakınızla. Eyni zamanda da qeyd etmək istəyirəm ki, Thingiverse jurnalının bir daha əsas məqsədi, bütün ictimaiyyət də bunu bilsin, çox dilli elmi diskursun inkişafına yönəlib, beynəlxalq tədqiqatın inteqrasiyasına və mədəniyyətlər arası elmi ünsiyyətin genişlənməsinə bir töhfə verməkdir. Tədqiqatçılar üçün növbəti buraxılışa məqalə göndərişi artıq açıqdır. Jurnalımız müxtəlif